Bugün artık bizim seminarımızın ikinci günüdür ve inanın ki o kadar maraqlı təlimlər keçdi ki ve bizim bir brilliant direktorumuz Aygün Səfərova çok güzel bir təlim arası bir misal çekti. İnanın misal mənə o kadar hoşuma geldi ki bunu videoya çekmemek bile mümkün değildi. Geldim ve istedim bu misalı size çatdırım. Deməli bir gün küləklə günəş bəhsə girir ki, görək kim kişinin əynindən pencəyi çıxardacaq. İlk olarak külək əsir, güclənir, daha da bərk sərtləşir. Kişi neylər? Kişi pencəyini daha da bərk tutur. Sonra güneş çıxır, heç nə demir, sadəcə istiliyini verir və bir müddət sonra kişi özü pencəyini çıxarır. Burada çok büyük ders var. İnsanları değişmek için biz düşünürük ki, onlara təzyiq göstermek lazımdır, sərtlik lazımdır, məcburiyyət lazımdır. Amma həyat göstərir ki, əsla elə deyil. İnsan sərtlik görəndə bağlanır, anlayış görəndə açılır. Əsillidir, külək olmamalıdır. Əsillidir, güneş olmalıdır. Biz işimizdə də belə olmalıyıq. Komandamıza baskı etməklə deyil, onları değerlendirməklə, ruhlandırmaqla, motivasiya etməklə, onlara inanmaq və inandırmaqla onları böyütməliyik. Çünkü insan yalnız öz istəyəndə dəyişir, yalnız öz istəyəndə qalib olur. Və mən bugün seçim edirəm. Mən külək yox, güneş olmağı seçirəm. Gəlin birlikdə güneş olaq, əl-ələ verib bütün Azərbaycanı öz istiliyimizdən isidək.